Allah-u Teala Peyğəmbər haqqında dedi ki, وَلَوْ كُنْتَ فَضًّا غَلِيظَ الْقَلْبِ لَانْفَضُّ مِنْ حَوْلِكَ. Əgər sən sərt, qaba, kobud birisi olsaydı, ətrafından qaçardılar. Elədir yoxsa yox. Amma necə bir insan idi? Mülayim, yumuşaq. Hətta döyüş meydanında belə, subhanallah, sahabələrə deyirdi ki, yəni gözləyin, hələ tələsmin. Məsələn, Əliyə nə deyir? Deyir, ey Əli, onların deyir, meydanına atıldığın zaman gözlə. Yəni, hələ vuruşmağa tələsmə. Allahın onlar üzərində olan vacib haqları onlara bildir. Nəfsin əlində olan Allaha and olsun ki, onlardan birinin hidayət olunması sənin üçün qırmızı dəvələrdən xeyirlidir. O vaxtda qırmızı dəvələr ən böyük mülk hesab olunurdu. Ən dəyərli mülk hesab olunur. Bugün məsələn nəyin var? Qalikin var da, düzdür məsələn. Bahalı maşın var. Ondan da deyək ki, bahalı maşınlar var. Elə bir dəyərində bir şeydir. Qırmızı dəvələr. Çox dəyərli bir şeydir. Çox qiymətli bir mini idi. Ondan da xeyir, yəni dünya və içindəkilərdən xeyirlidir. Kaş ki, bir nəfər hidayət oluna. Yəni onun hidayət olması nə deməkdir? Bu adam cəhənnəm odundan qurtuldu yoxsa yox? Bu ən böyük faydadır. Vallahi sənin o kəsə verdiyi ən böyük fayda onun cəhənnəmdən qurtulmasıdır. Bir yer yanır, girdin çıxartdın onu. Ona həyat verdin yoxsa yox deyə qardaş, sən mənim üçün vallahi bu həyatda etdiyin ən gözəl yaxşılıq idi. Məni o oddan qurtardın, ölməkdən qurtardın, ölümdən qurtardın. İndi sən təsəvvür et ki, sən bunu cəhənnəm odundan qurtarırsan. O od ki, dünya ateşindən 70 dəfə şiddətlidir. Bundan böyük fayda var onun üçün sən tərəfdə. Yoxdur vallahi. Dünyanı versən də belə dəyməz. Allahın olsun. Müqayisə olunmaz. Mülayimlik. Ona görə o məqamda belə, subhanallah, Allah Rəsulü deyir ki, ey Əli, tələsmə də hələ döyüşməyə. Vurub öldürəcəksən məsələnin gücün çatacaq. Bu həlak oldu, getdi də, düzdür. Deyək ki, kafirin bir azaldı, düşməni sarsıtdın. Amma hidayət olsa gör, nə qədər fayda əldə eləyər, qardaş. Ən azı cəhənnəm onu özü qurtarar, qardaş. Mömin olar, xoşbəxt yaşayar. Sən də qazanarsan, orada fayda var, sənə də faydası var. Niyə? Qardaş, o hidayət olunsa, hər salih əməlindən sənə pay var yoxsa yoxdur? Vallahi var, aranızda da yarı-yarıya bölünmür. Yəni, kamil sahibi sən də qazanarsan, o da qazanır. Həmişə bax, adi bir misal olaraq çəkirəm, bu mühümdir. Biz bəzən primitiv şeylərə fikir vermirik, amma bu çox mühümdür. Misal üçün, bir nəfərə Quran oxumağı öyrətməyən, bugün nə qədər qardaşlar var ki, qardaşım, Quran oxuya bilmir. İllərdir namaz qılır, Quran oxuya bilmir. Quran oxuya bilmirsənsə, qarşında sən bir dənə namazva bax gör, namazın qəbul yoxsa yox. Niyə? Sən Fatihəni oxursan, oxumursan namazda. Fatihə namazın rükünlərindəndir yoxsa yox? Sütunlarından. Fatihəsi olmayan namazı var. İndi ey bərbat şəkildə Quran oxuyan, gör sənin namazın var yoxsa yoxdur. Sən Allah bilir, Fatihə bəlkə 50 dənə səhv edirsən. Sonra deyəcək ki, Allahım namazımı qəbul et. Qardaşım, namazın qəbul olunması üçün ən sadə şey nədir? Sən o Fatihəni oxuya bilmirsən. Deyək ki, o biri surələrdə xatır etsəm, o müstəhəbdir oxumaq. Fatihə, hətta fərz namazında belə. Fatihədən sonra oxuduqların nədir? Müstəhəb. Oxumasan belə namazın səhiddir. Müstəhəb əməllərdəndir. Amma Fatihə namazın sütunudur, qardaşım, rükünüdür. Bu yoxdursa, qardaş, namaz yoxdur. Yarhamukallah. Qardaşlara bax, Quran oxuma öyrətmək sənin özünə də ən böyük faydadır. Niyə? Qardaş, bu oxuyacaq, öyrənəcək. Deyək ki, bir gündə və 2 gündə, 3 gündə bir səhifə, 2 səhifə oxuyacaq, oxumayacaq. Nə qədər orada cümlələr, nə qədər hərflər var? Hər hərfə 10 savab deyilmi? Bu bir səhifə oxusa var gün ərzində, qardaş. Görsən nə qədər savab qazanırsan. Oturmursan evdə, akvariuma baxırsan, balıqlarına seyr edirsən. Quran öyrətdiyin kişi də, qardaşım, oturub Quran oxuyur, sən də savab qazanırsan. Heç də eləmirsən, oturmuşsa özün sabah belə balıqlara baxırsan ki, maşallah, gözəl balıqlardır. Rahatlanırsan, insan baxanda balıqlara rahatlanır axı. Və oturmuşsan, təbiətə seyr edirsən, oturmuşsan bir yerdəsən, oturmuşsan kreslo qarış, baxırsan səmaya, baxırsan təbiətə, gözəlliyə. Heç də eləmirsən, yəni sən bir salih iş görmürsən. Amma orada örgütdüyün insan, qardaşım, Quran oxuyur. Gecə qalxıb namaz qılır. Kişi fərz namazını qılır, doğru şəkildə qılır. Çünki Quranı doğrudur. Gör nə qədər savab qazanırsan, qardaş. Bu gün qardaşlara bunun minimum fayda da bu. Sən bundan artıq, yəni, bu ən faydalı, belə ən qısa bir elmdir də, ən bəsit bir elmdir. Yəni, kiməsə Quran oxumu öyrətirsən, durub buna misal üçün böyük bir şey öyrətmirsən ki. Quran oxumu öyrətirsən də, nə qədər hərfdir, düzgün tələffüz elə, qardaş. Öyrən namazın da doğru düzgün olsun, qiraətin də gözəl olsun, səndən də qəbul olsun qiyamət Allah tərəfindən. Sən bunu bilgin, kiməsə öyrədirsənsə, vallahi, bilginən ki, onun bir faydası da sənin özünə çatır. Namazı öyrətdin, qardaş, hidayət olundu, hər namazından savab qazanırsan. Hər yaxşı salih əməlindən savab qazanırsan. Tək namazdan yox. İnsan hidayət olundu sənin səbəbindən. Nə qədər salih əməllər edəcək? Bəlkə ümrəyə getdi, bəlkə həccə getdi, bəlkə. Nə qədər salih əməllər, hamısından payın var, qardaşım. Qiyamət gün gələcək, görərsən ki, tərəzin ağır gəlib. Ya Rabbim, bu əməllər hardandır?
Sənə deyiləcək ki, filan kəslərə bunu öyrətmişdin. Bax, o mükafatlarda sənin də var. Tərəzin ağır gəldi, girdin cənnətə. Allah bizi onlardan eləsin. Deməli, insanların hidayətinə həris olmağın vallahi bir faydası sənə qayıdır, biləsən. Ona görə öyrətməyə həris olmaq lazımdır. Minimum bir şey. Qardaş, görürsən, Quran oxuya bilmir, oturub bekardır, Ramazan ayıdır. Qardaş, öyrət qoy Quran oxusun da. Ramazanda, Ramazan yaxınlaşır, elə bir şey qalmıyor. İndi hamı bilet alır. Paketlər yayılıb filan qiymətə, filan paket, ümrə paketindən nə. Qardaşım, indi bu yazıq bu insan, indi bax, Ramazan gələcək. Bugün günü nə ilə keçəcək, qardaş? Ramazan ən süre mən Quran oxumaq deyək, qardaş. Hani nə qarasın, sən oturub bütün günü neyini izləyəsən? Örgənsinlər, bunu dedim ki, o qardaşlar deyim ki, ey qardaşlar, Quran oxuya bilməyənlər, qardaş, Quran oxuma örgən gedən, yoxsa vallahi günün güzaranın faydasız keçəcək. Ramazanda da ən əfzəl əməllərdən biri Quran oxumadır. Çünki Quran Ramazan ayında nazil olub. O gün bütün salih insanlar Quranı xətm edirlər. Bütün iman əhli, sadiq insanlar, qardaş, Quranı xətm edir. Ən azı bir dəfə edir, qardaşım. Heç oxumamaq, bu müsibətdir, vallahi müsibətdir. Bundan sonra sən hansı ibadətdən ləzzət ala bilərsən? Qardaş, sən Quran oxumursan. Ramazanda da Quran oxumadınsa, nə vaxt oxuyacaqsan, qardaşım? Və siz də, qardaşlar, yəni mən hamıya nəsiyyətim oldu, izləyicilər olsun, siz olsun. Kimsə bilmirsə, qardaş, dinən gəl səni öyrədim. Heç sən demirəm, vallahi gündə 10 dəqiqə buna vaxt sərf edirsən, 10 dəqiqə. 10 dəqiqə də Facebooka girmədin, gəl bura qardaş, 10 dəqiqə səndən hərf öyrədim. Qardaş, bu bir aya qurtaracaq eğer. Mən özüm 2 həftə öyrənmişəm. Qardaş, biz Allah ondan razı olsun, qardaş. Bax, vallahi sizin ki, mənim kimi bir qardaş idi. Heç yer oxumayıb, qardaşım. Məscid əhlidir. Sağ olsun, yığdı bizi başına 4-5 nəfər idi. Dedi, gəlinsə Quran oxuma öyrədim, Allah hamd olsun. Desəm ki, bəlkə tanıyarsınız. Yəni, Amid belə tanınan qardaşdır. Ha, qardaş, yəni bu adam bizi Quran oxuma öyrətdi, Allah ondan razı olsun, qardaşım. Onun səbəbi ilə kimsə öyrənibsə, vallahi, o oxumasa da o savabını qazanır. Deyək ki, bugün oxumayıb, dünən oxumayıb, sıra gün oxumayıb, amma o günləri oxuyanlar var. Ona savab qazanmanı səbəb olur, subhanallah. Bir də qarşı, müəllim yoxdur. Müəllim lazım deyil, Quran oxuma öyrənmək üçün. Hamımızın bildiyimiz primitiv şeylərdir, hərflərdir, həm məxrəclərdir, indi kitablar da var şu Allah. Özün oxuduğun, həm özün oxuyub təkrarlayırsan, həm də öyrədirsən, subhanallah. Ona həris olmaq lazım bu şeydir, mənim gözəl qardaşlarım.